Olsun dostlar, bugün dərsimizdə süni intellekt nədir, necə olur ki, süni intellekt insan kimi qərarlar qəbul edə bilir, bunun haqqında öyrəndiklərimi sizlərlə paylaşacağam. Deməli, bu şəklə diqqətlə baxın. Bu şəkil neyron şəbəkələri əks etdirən bir şəkildir. Eynilə insan beyni də çoxlu şəkildə neyronlardan ibarət. Yəni bir qərar qəbul edərkən o neyronlar vasitəsilə, yəni bir informasiya emal edərkən o neyronlar vasitəsilə emal edir. Gəlin bunu real həyatdan nümunə ilə göstərək. Məsələn, düşünün ki, yolla gedəndə hər hansı bir hadisə olur və biz orada bir hadisədə baş vermiş nəsə X bir insanla qarşılaşırıq və sonra üzərindən zaman keçir və həmin insanı görsək, biz onu heç tanımaya da bilərik və ya heç adını çəksək, heç xatırlamaya da bilərik və ya tanıya da bilərik qismən. Bu nə əsasında baş verir? Çünki o insanı biz bir dəfə görmüşük və bizim beynimizdə, neyronlarda, belə deyək, yaddaşımızda o insan haqqında məlumat çox azdır və neyronlar həmin insanı xatırlamaqda çətinlik çəkir. Və eyni proses digər tərəfdə, məsələn, iş yoldaşlarımız ola bilər və ya gündəlik ünsiyyətdə olan insanlar üzərindən baxsaq, həmin insanlarla yetərincə zaman keçirdiyimiz üçün, beynimizdə onlar haqqında detallı məlumatlar olduğu üçün artıq beynimizdəki neyronlar qərar qəbul edərkən həmin insanın bütün fərqli keçirdiyimiz zamanları hər birini qarşılaşdırır və onun haqqında daha doğru qərar qəbul edə bilir. Baxın, həmin proses bu neyronlar vasitəsilə baş verir. Eyni prosesdə süni intellektdə də belədir. Daha az məlumat üzərindən modelimiz hər hansı bir qərar qəbul, düzgün nəticə verməyə bilər. Amma bir məlumat, yəni bir informasiya verəndə onun haqqında detallı məlumat varsa, həmin bu neyronlar vasitəsilə həmin məlumatı təyin etmək və onun haqqında daha doğru statistikalar verə bilir. Süni intellektdə həmin bu neyron şəbəkələr vasitəsilə qərarlar qəbul edə bilir insan kimi və insanın verdiyi qərarlara daha yaxın necə deyim, analizlər aparıb statistikalar verə bilir. Həmin bu neyron şəbəkələr 3 hissədən ibarətdir. Input layer, hidden layer və output layer. Deməli, input layer nədir? Tutalım ki, biz bir giriş olaraq şəkil veririk. Məsələn, bu nə ola bilər? Hər hansı bir heyvan şəkli də ola bilər. Məsələn, bir it şəkli olsun. İt şəkli veririk və düşünün ki, bizim məlumat bazamızda, süni intellektimizin həmin bu məlumat bazasında yetərincə it şəkilləri və ya digər heyvan şəkilləri var. Və belə olduğu təqdirdə həmin bu it şəklini götürüb bütün neyronlar bütün şəkillərlə bir-biri ilə hesablamalar aparıb müqayisə edə bilir və ən yaxın olan cavabları çıxardır. Yəni bu eyni it şəkli də ola bilər və ya ona yaxın it şəkilləri də ola bilər. Və bunun əsasında model qərar verir. Məsələn, 70% bu heyvan itdir və ya 30% ola bilər ki, məsələn 30% indi bu digər neyronlar arasında. 10% məsələn itə bənzər digər heyvanlar hansı ola bilər və ya qurd ola bilər, canavar deyək və ya digər başqa bir heyvanlar, yəni pişik şəkildə 2% də pişiyə bənzədə bilər və s. Əsasən burada necə qərar verdi? 70% it şəkli olmasını bu məlumat bazasında olan neyronlar vasitəsilə, yəni o neyronlar həmin məlumatları analiz elədi və onun əsasında bir statistika çıxartdı, bir ehtimal çıxartdı. Hansı ki, bizdə öyrənəcəyimiz qarşıdakı mövzulardan biri də ehtimal nəzəriyyəsi ola bilər və ya statistika və s. Bunları da yaxşı şəkildə öyrənməliyik ki, biz modelimizə doğru şəkildə yəni öyrədə bilək, onun səhvlərini daha tez tapıb yəni modelimizin düzgün qərar qəbul etməsində necə deyim, daha çox vasitəçi olaq. İndi əsas məsələlərdən biri nədir? Neyron şəbəkələr, yəni bütün hal-hazırda realda olan süni intellekt alətləri var ki, ChatGPT ola bilər və ya Gemini ola bilər, Claude ola bilər və s. Bunlar hamısı neyron şəbəkələr vasitəsilə qərar qəbul edə bilir və bunların əsasını təşkil edən, yəni neyron şəbəkənin əsas mexanizmi
transformer və attention mexanizmləridir. Bunlar nədir? Bunlar haqqında indi detallı məlumat verəcəm. Transformer model hansı ki, səhv eləmirəmsə 2018 ya 17 bu aralıqda Google tərəfindən təqdim olunan bir modeldir. Hansı ki, bundan əvvəl bu modeldən əvvəl süni intellekt necə deyim, alətləri o qədər inkişaf eləməmişdi. Çünki bəzi alqoritmlərlə, məsələn LSTM və digər alqoritmlərlə qərar qəbul eləyirdi. Bu daha doğrusu modellərlə. Bu modellərin işləmə mexanizmi necə idi? Daha çox məlumatı hissə-hissə oxuyurdu və belə hissə-hissə oxuduqdan sonra və bu bir növ performansı da aşağı sala bilirdi. Hətta böyük informasiyalarda əvvəlini və ya bir sonraki hissələrini unuda da bilirdi. Və belə olduğu təqdirdə model daha yüksək statistika verə bilmirdi. Yəni düzgün qərar qəbul etmədə daha yüksək statistikalar verə bilmirdi. Lakin transformer model digər modellərdə, yəni qərar qəbul edən digər modellərdən fərqli olaraq informasiyaya ümumi baxır və ümumi baxandan sonra bunun digər attention mexanizmi vasitəsilə artıq bir sonraki layerin, yəni bir sonraki gəlməli olan layerin, yəni informasiyanın nə olduğunu təyin edə bilir. Yəni buna real nümunə nə göstərə bilərəm? Düşünün ki, belə bir nümunə deyirəm ki, hətta gündəlik kod yazanda da məsələn hər birimiz yəqin ki, qarşılaşmışıq və ya WhatsApp üzərindən kiməsə mesaj yazanda və ya internet üzərindən hər hansı bir AI alətlərini istifadə edəndə, məsələn, günümüzdə ən çox istifadə olunan alətlərdən, süni intellekt alətlərindən biri avtomatik özü tamamlayır. Yazır ChatGPT-dir, Gemini-dir, Claude-dir və s. Burada həmin süni intellekt necə qərar verir ki, bir sonraki söz nə olacaq? Ən yaxın sözü tapıb gətirir. Həmin o proses necə olur? Düşünün, orada attention neynir? Bu həmin mexanizm ən belə deyim, bəzi orada hissələr var ki, düşünün ki, günümüzdə ən çox istifadə olunan model. Bu məsələn burada nədir? Modellə günümüzdəni üst hissəyə çıxardıb onun əsasında ən çox istifadə olunan daha doğrusu süni intellekt aləti. Süni intellekt alətindən günümüzdəni götürüb analiz edir və burada artıq təbii ki, süni intellekt nədir? İnsan beynində də avtomatik nə gəlir? ChatGPT hər kəsin istifadə elədiyi və ya Claude. İnsan beynində neyronlar bunu gətirdiyi kimi həmin bu AI-da da, süni intellektdə də attention mexanizmi bir sonraki ən yaxın sözləri və ya informasiyanı qəbul edə bilir, yəni gətirə bilir. Həmin bu süni intellektin tamamlama mexanizmi də məsələn bu transformer model və attention, yəni neyron şəbəkələrdə bu mexanizmə dayanır. Yəni çox necə deyim, araşdıraraq detallı məlumatlar da həmin bu transformer modelin necə işlədiyi haqqında detallı məlumatlar da əldə edə bilərsiniz və hətta Google-un bununla bağlı paylaşdığı dokumentasiya da var. Və məsələn, bizdə günümüzdə istifadə elədiyimiz bütün süni intellekt alətləri, daha doğrusu bu transformer modellərdən istifadə edir, tanıdığımız təbii ki. ChatGPT, Claude, Gemini hər biri transformer modeldən istifadə edir. Məsələn, hətta ChatGPT-nin açılışına baxsaq, baxın, Generative Pre-trained Transformer. Nə deməkdir bu? Generative yəni yeni informasiya emal edən, generate edən, yaradan, emal edən. Pre-trained əvvəlcədən öyrədilmiş, transformer yəni hansı ki bu neyron şəbəkələr əsasında işləyən bir modeldir. Az öncə izah elədim. Həmin bu model əsasında əvvəlcədən öyrədilmiş yeni informasiyalar emal edə bilir. Yəni ChatGPT-nin açılışı da elə bunun bir növ izah elədiklərimizi təsdiqləyir. Və digər təbii ki, ChatGPT üzərində yox, digər süni intellekt alətləri də, yəni modelləri də bu şəkildə işləyir.
Ümumi əsas olaraq istədim ki, neyron şəbəkələrinin nə olduğu haqqında qısa izah edeyim və süni intellekt ümumiyyətlə necə olur ki, insan kimi qərar qəbul edə bilir, bunun haqqında məlumat paylaşım və ən azından düşünürəm ki, bunun haqqında təsəvvür yarandı və ya hər hansı bir suallarınız olsa və ya nəsə çətinlik olsa, elə şərhlər bölümündə də yazın ki, mən də onlara analiz eləyib, yanlışlıqlar varsa düzəldim və ya yeni hissələr varsa sizlərdən öyrənib araşdırma edim. Belə, sağ olun, növbəti videolarda görüşənədək.